Atropatena dövlətinin hökmdarlarını necə yadda saxlayaq? Atropat bu asandır, bildiyimiz kimi həm dövlətin, həm də Atropatlər sülaləsinin banisi hesab olunur. Artabazan. Artabazın fəaliyyətinə aid olan odur ki, eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antioxdan asılı vəziyyətə düşür. Buradakı an hissəciyi ilə 3-cü Antioxdakı an hissəciyini uyğunlaşdırıb yadda saxlamaq olar ki, asılı vəziyyətə düşüb 3-cü Antioxdan Artabazan. İkinci bir üsul bu ola bilər ki, buradakı bazı sözü ilə, hissəciyi ilə, yəni Selevkilərdən asıllığın əsasını, bazasını qoyan hökmdar kimi yadda qalır. Artabazdır. Artabaz burada D hərfi ilə yadda saxlamaq olar ki, həm Roma ilə, həm də Parfiya ilə, həm dost olmuşdu, həm düşmən. Həm dost olmuşdu, həm düşmən. Belə ki, eradan əvvəl 36-cı ildə Fraspa döyüşündə Parfiya ilə birlikdə Roma dövlətinin qalib gəlir. Amma daha sonra Parfiya ilə arasında münaqişələr baş verir. Parfiya ilə düşmən Roma ilə dost münasibəti saxlayır və oğlu Ariobarzanı Romaya göndərir. Ariobarzan buradakı R və O hərflərindən yadda saxlamaq olar ki, Romada 10 il yaşamışdı. Ariobarzan Romada 10 il yaşamışdı. Ariobast. Ariobastı da S hərfi ilə yadda saxlayırıq ki, sonuncu hökmdar olmuşdu. Yəni Atropatlər sülaləsinin sonuncu hökmdarı Ariobast olmuşdu.